Tam orta təhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bugün yüzlərlə şagird inamları doğruldub, istədiyi nəticəni əldə edərək ailə üzvlərinin və müəllimlərinin sevincinə səbəb olub. Onların sırasında 2 gənc qəhrəman var ki, yaxınları daha çox fərəhlənib, qürurla təbrikləri qəbul ediblər. Çünki onlar maksimal göstərici ilə Muxtar Respublika birincisi olublar. Buraxılış imtahanında maksimum nəticə olan 300 bal toplamışam. Bu uğurumda əmək keçən valideynlərimə və fənn müəllimlərimə təşəkkürümü, böyük minnətdarlığımı bildirirəm. Həmçinin bu bal toplamağımda mühüm səbəblərdən biri də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sınaq imtahanları olmuşdu. Mən bu sınaq imtahanları nəticəsində oradakı səhvlərim üzərində çox çalışaraq bu balı əldə etmişəm. Gələcəkdə maliyyə sahəsi üzrə təhsil almağı düşünürəm, 2-ci qrupa hazırlaşıram. Blok imtahanına da yaxşı hazırlaşıb 650-660 balı keçməyi düşünürəm. İmtahana düşən suallar da bizim keçdiyimiz mövzulara uyğun normal suallar idi. Bu il məktəbimizi 73 şagird bitirir. Şagirdlərimiz içərisində buraxılış imtahanında 10 şagirdimiz 250-300 bal intervalında bal toplamışdır. Şagirdlər içərisində 300 balı, maksimum balı Heydərov İbrahim Xəyalıoğlu toplamışdır. Şagirdlərin yüksək nailiyyət göstərməsinə əsas səbəb Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin keçirdiyi sınaq imtahanlarının da böyük köməyi olmuşdur. Bütün sualları düzgün cavablandıraraq 300 bal toplayan digər şagird isə Şahbuz rayonunun Badamlı qəsəbə sakinidir. Qəsəbə tam orta məktəbinin fəal şagirdlərindən olan Səma İsmailova valideynlərinin və müəllimlərinin inamını bu dəfə də ən yüksək nəticə ilə doğruldub. 9 mart tarixində 11-ci sinif şagirdləri arasında keçirilən buraxılış imtahanında iştirak etdim və 300 bal topladım. Hal-hazırda 2-ci ixtisas qrupu üzrə blok imtahanlarına hazırlaşıram. Ümidim və arzum Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə təhsil almaqdır. Gələcəkdə çox çalışaraq vətənimə, xalqıma layiqli bir vətəndaş olmaq istəyirəm. Qızım 300 bal topladığı üçün çox sevinirəm və bunun üçün də Badamlı qəsəbə tam orta məktəbin kollektivinə, müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm. İbrahim və Səmaya ali məktəbə qəbul imtahanının digər mərhələsində də maksimal nəticə arzulayır. Onların simasında uğur qazanan bütün məktəbliləri təbrik edirik. Hafizə Əliyeva, Azər Həsənov, NTV Xəbər.